Dostlar salam. Bugünkü videoda üçbucaq ait olan belə bir məsələnin həllini verəcəm. Deməli, buradan gözdən qaçan, diqqətdən qaçan məqam nədir? Onu deyəcəm, vurğulayacağım. Deyir ki, ABC üçbucağında D nöqtəsi B ilə C arasında yerləşən ixtiyari nöqtədir. DAC ilə ABC bir-birinə bərabərdir. Şəkildə verilənlərə əsasən x-in ala biləcəyi tam qiymətlərin sayını tapın. İndi burada yazıram buna alfa, yazıram bura alfa, buraya yazıram beta. Onda bax bu üçbucaq, daha doğrusu bu bucaq, üçbucaq A, B, D'nin xarici bucaq olduğuna görə xarici bucaq qonşu olmayan daxil bucaqların cəminə bərabər daxil. Onda bura alfa üstə gəlib beta olacaq. İndi gördüyünüz kimi üçbucağın növü haqqında heç bir məlumatımız yoxdur. Eti bucaqlı ola bilər, kör bucaqlı, düz bucaqlı ola bilər. Bütün onlara baxacağıq. Birinci halda əgər alfa üstə gəlib beta 90 olsa, yəni düz bucaq olsa, onda x kvadratı bərabər 6'nın kvadratı üstə gəlib 4'ün kvadratı, o da 52 olacaq. X bərabər kök altında 52. Bizə x'in tam qiyməti soruşduğuna görə 52 tam olmadığına görə bu versiya getdi. Yəni işimizə yaramadı. Keçək ikinci versiya. Alfa üstə gəlib beta iti bucaq olsa, bildirik ki, iti bucaq qarşısında duran tərəf, yəni x, digər tərəflərin kvadratlarının cəmindən kiçikdir, düzdür. Kök altında 6'nın kvadratı üstə gəlib 4'ün kvadratı böyükdür. Bunların fərqindən, yəni 6 çıx 4'dən. Yəni x kiçikdir 2, böyükdür neçə? Kök altında 52. Burada x hansı qiymətləri alacaq? X alacaq, deməli, olacaq 3, 4, 5, 6 və 7. Daha sonra üçüncü versiyaya baxırıq. Bunlar tam qiymətlərdir. Üçüncü versiya alfa üstə gəlib beta 90'dan böyük olsa nə olar? Onda x nə olacaq? Böyükdür. Kök altında 52. Kiçikdir. Təbii ki 6 ilə 4'ün cəmi. Yəni x böyükdür 52. Kiçik 10. Buradan x alacaq nə? Kök altında 52. X olacaq 8 və 9. Demək x-ə nə qiymət tapdım mən? X-ə nəticədə aldım nə? 3, 4, 5, 6, 7, 8 və 9. Düzdür? Bütün bunların hamısını alır. Amma bizim gözümüzdən qaçan bir məqam var. Diqqət edək, burada alfa üstə gəlib beta alfadan böyükdür, düzdür? Üç bucaqda böyük bucaq qarşısında duran tərəf, kiçik bucaq qarşısında duran tərəfdən həmişə böyük olur. Yəni alfa üstə gəlib betanın qarşısında duran x, alfanın qarşısında duran 4'dən nə olmalıdır? Böyük olmalıdır. Yəni bunu nəzərə almalıyıq. X 4'dən böyük olmalıdır. Yəni burada 4'dən böyükləri götürəcəyik. Yəni 3 ilə 4 gedəcək. Qalacaq nə təkcə 5, 6, 7, 8 və 9. Bizdən soruşur nəyi? Sayını. Sayda olacaq neçə? 1, 2, 3, 4, 5. Cavabımız olacaq 5 dənə. O da C variantı.